Salam, əziz şagirdlər, dəyərli valideynlər, hər vaxtınız xeyir. Ümidvaram yaxşısınız. Qaldığımız yerdən oxuyub anlama kitabımızdan birinci siniflərimiz üçün izahlarımız davam edir. Bizim ödənişsiz qruplarımız da var. Orada şənbə və bazar günləri ödənişsiz formada dərslər keçirilir. Çalışacağım linki rey bölməsində qeyd edəm. Başlayaq. Mətnə uyğun başlığın tapılması. Yəni, mətnə ad verəcəyik. Baxaq. İnsanın anadan olduğu, boyu başa çatdığı yer vətəndir. Vətən müqəddəsdir. Ona görə də vətən sevgisini, ana sevgisinə tay tuturlar. Vətəni qorumaq üçün mərd oğul və qızlar hər zaman canlarından keçməyə hazırdırlar. Mətnə ən uyğun başlıq hansıdır? Vətəni qoruyan insanlar, vətənin müqəddəsliyi, ana haqqı. Deməli, burada olacaq vətənin müqəddəsliyi. Yəni, vətəni ana sevgisinə tay tuturdu, bərabər tutulur. Yəni, vətən ikinci anamızdır. Bu kimi məqamlar və vətənin müqəddəsliyini bildirir. Baxaq, deməli, vətənin müqəddəsdir. B-bənd olacaq. Mən ev işlərində anama kömək edirdim. Biz birlikdə evləri təmizləyir, çiçəklərə su verirdik. Mən adətən öz kitablarımı səliqəyə salır, otaqları süpürürdüm. Anam isə yemək hazırlayır, paltarları yuyurdu. İşləri birlikdə gördüyümüz üçün daha tez bitirib dincəlirdik. Mətnə ən uyğun başlıq hansıdır? Ev işləri, anamın yeməkləri, məktəbli qız. Burada olacaq, adətən ev işlərindən, görülən işlərdən olacaq. Ona görə ev işləri versək daha uyğun olar. Keçək üçüncü sualımıza. Atam kəndin ən məşhur ovçularından biri idi. O, həftədə 2 dəfə səhər tezdən qalxar, meşəyə ova gedərdi. Bir gün o, meşədən qayıdanda çox kədərli idi. Mən səbəbini soruşanda, atam dedi ki, gülləsi səhvən bir ceyran balasına dəyib. Atam bu hadisədən sonra peşman oldu və bir də ova getmədi. Mətnə ən uyğun başlıq hansıdır? Burada olacaq ana ceyran, yaralı maral, peşman, ovçu. Burada nədən söhbət gedir? Ovçunun peşman olmasından təbii ki. Ona görə olacaq C-bəndi doğru variantımız. Baharın ən yaxın dostu gəlinciyi idi. O gəlinciyinin saçlarını darayır, ona yeni paltarlar tikirdi. Dərs oxuyanda da gəlinciyi ilə birlikdə oxuyardı. Öz bildiklərini ona da öyrədirdi. Belə olanda sanki gəlincik canlanır, Bahara çox sağ ol deyirdi. Mətnə uyğun ən başlıq hansıdır yenə? Dərs oxuyan qız, Baharın gəlinciyi, bahar fəsli. Adətən Baharın gəlinciyi, yəni burada daha çox bahar və gəlinciyindən söhbət açılırdı. Baxaq. Digər suallarımıza. Baxaq digər suallarımıza. Görək nə idi? Dostu Cəmilənin sevincli olduğunu görüb səbəbini soruşdu. Cəmilə dedi, mən axşam sevimli kitablarımla söhbət etmişəm. Onlar mənə yeni məlumatlar öyrətdilər. Buna görə də sevinirəm. Dostu gülümsəyib dedi. Cəmilə, axı kitabların dili yoxdur. Cəmilə etiraz edərək dedi, kitabların dili var. Sadəcə hər kəs onlarla söhbət etməyi bacarmır. Mətnə ən uyğun başlıq hansıdır? Cəmilənin kitabları, dostumun kitabları, maraqlı kitablar. Təbii ki, Cəmilənin kitablarından burada daha çox danışılır deyə A bəndi olacaq. Sonra A bəndi olur. Təkcə insanlar yox, heyvanlar da öz balalarını sevir. Bunu öz gözlərimlə görmüşəm. Bir gün mən pişik balasına yaxınlaşmaq istədim. Amma anası buna icazə vermədi. Mən anladım ki, o öz balasını qorumağa çalışır. Yenə mətnə ən uyğun başlıq hansı olar sizcə? Həyətimizin gözəlliyi, pişiklərin həyatı, bala sevgisi.
Daha çox burada bala sevgisindən danışır. Yəni heyvanlarda, insanlar yox, təkcə yəni heyvanlar da öz balalarını sevirlər. Burada bala sevgisindən ümumi olaraq danışılır. Ona görə də mətnə ən uyğun başlıq bala sevgisi olar. Təmiz havada yaşıl çəməndə uzanıb səmaya baxmağı çox sevirdim. Bir gün yenə bağa gedib çəmənlikdə uzandım. Səma çox gözəl idi. Ağappaq buludlar sanki harayasa tələsirdi. Nə qədər tələssələr belə, onlar mənə baxıb gülümsəməyi unutmurdular. Mətnə ən uyğun başlıq hansıdır? Gülümsəyən buludlar, ən sevdiyim hava, tutqun səma. Gülümsəyən buludlar, burada gülümsəməyi unutmurdular. Yəni gülümsəyən buludlar burada olar daha uyğun. Keçək 8-ci sualımıza. Yol hərəkəti qaydalarına hamımız əməl etməliyik. Yola keçən maşınların dayanmasını gözləməli. Yolu keçən maşınların dayanmasını gözləməli. Piyadalar üçün yaşıl işıq yananda yolu keçməliyik. İşıqfor olmayan yerlərdə isə piyada keçidindən istifadə etməliyik. Bu bizim həyatımızı qorunmağımız üçün çox vacibdir. Mətnə ən uyğun başlıq hansıdır? Burada da olacaq deməli uğur yolu, bahalı maşınlar, yol hərəkəti qaydaları. Təbii ki, yol hərəkəti qaydalarından danışılır. Ona görə olacaq C bəndi. Baxaq. Mətnə ən uyğun başlığın tapılması. Mən böyüyəndə müəllim olacağam. Çünki müəllim olmasa, həkimlər, rəssamlar, polislər də olmaz. Müəllim insanları cəmiyyətə yararlı şəxsiyyət kimi yetişdirir. Ona görə də ən şərəfli peşə müəllimlikdir. Yenə mətnə ən uyğun başlıq seçəcəyik. Baxaq, ən şərəfli peşə müəllim, həkimin məsləhəti, polisin arzusu. Ən şərəfli peşə daha uyğun gəlir bizə. Hər kəs özündən böyüklərə hörmət etməlidir. Böyüklərin sözünü kəsməmək, onlarla ucadan danışmaq olmaz. Böyüklərin işinə qarışmaq da yaxşı hərəkət deyil. Böyüklərə hörmət etmək bizim borcumuzdur. Ona görə də burada olacaq elə böyüklərə hörmətdən danışılır. Adətən nəticə hissəsində ad vermə orada olur, sonuncu cümlələrdə olur. Böyüklərə hörmətdən danışılır, bəli, olacaq böyüklərə hörmət. Digər variantlar uyğun gəlmir. Keçək 3-cü sualımıza. Günəş həm bitkilər, həm heyvanlar, həm də insanlar üçün çox vacibdir. Günəşin istiliyi olmasa, təbiət öz canlılığını itirər, insanlar sağlam olmaz. Bitkilər və heyvanlar inkişaf edə bilməz. Mətnə ən uyğun başlıq yenə hansıdır soruşur bizdən. Sağlamlıq, ən gözəl canlı günəşin rolu. Burada günəşin faydasından rol olar, bəli, faydasından danışır daha çox. Yaz küləyi dəniz kimi dalğalanırdı. Külək əsdikcə ağacların yarpaqları titrəyir, çiçəklər nəğmə oxuyurdu. Heyvanlar öz balalarını qorumağa çalışırdı. Uşaqlar oynamağa dayandırıb evlərinə gedirdilər. Mətnə ən uyğun başlıq hansıdır? Nəğmə oxuyan çiçək, uşaqların gələcəyi, yaz çiçəyi. Burada daha çox uyğun gələn variant C variantıdır, yaz küləyi. Küləkdən, yaz fəslində küləkdən danışır, bəli. Baxaq digər səhifəmizə. 5-ci sualımızdan davam edirik. Hər bir hədiyyə dəyərlidir. Həmişə deyirlər, hədiyyənin böyüyü, kiçiyi olmaz. Mən də öz fikrimlə razıyam. Mən də bu fikirlə razıyam. Amma məncə bu dəyərli hədiyyə kitabdır. Çünki kitablar bizə çox şey öyrədir. Yenə ən uyğun, mətnə uyğun olaraq ən uyğun başlıq seçirik. Burada isə olacaq hədiyyələr aləmi, ən dəyərli hədiyyə, faydalı kitablar. Ən dəyərli hədiyyə, yəni kitab olduğunu vurğulayır, bəli.
Bəli. Olacaq burada ən dəyərli hədiyyə B bəndi. Rəfiqəm başqa şəhərdə yaşadığı üçün mən tez-tez ona məktub yazıb, necə olduğunu soruşurdum. Yay fəslinin tez gələcəyini arzulayır, onunla görüşəcəyim günü düşünürdüm. Onu da bilirdim ki, bir-birimizdən uzaqda olsaq da həmişə dost qalacağıq. Mətnə əsasən ən uyğun başlıq hansıdır? Yenə başlıq soruşur bizdən. Məktubun sirri, xoş istirahətlər, sadiq dostlar. Burada olacaq yenə sadiq dostlar. Onlar rəfiqə idilər, başqa şəhərlərdə yaşasalar da bir-birinə məktub yazıb, bir-birlərinin hal-əhval tuturlar. Ona görə sadiq dostlar əlbəttə ki. Xəzər dənizi dünyada ən böyük qapalı göldür. Sahəsinin böyüklüyünə görə onu dəniz adlandırırlar. Xəzər dənizi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranla əhatələnir. Xəzər dənizində həm qiymətli balıqlar yaşayır, həm də mətnə ən uyğun başlıq hansıdır? Azərbaycanın təbiəti, Xəzər dənizinin suyu, dünyanın ən böyük qapalı gölü. Təbii ki də ən böyük göl olduğu üçün göldür, daha çox sahəsinin böyük olduğuna görə dəniz deyilir. Qışda hər tərəf ağappaq qara bürünür. Qarla oynamaq mənim xoşuma gəlir. Qar yağanda biz uşaqlarla qar adamı düzəldir, qar topu oynayır, çox əylənirdik. Ona görə də mən qış fəslini çox sevirəm. Mətnə ən uyğun başlıq hansıdır? Mənim sevimli fəslim, qışa hazırlıq, ən sevdiyim oyun. Təbii ki, buradan qış fəslindən danışır və sevdiyini vurğulayır. Ona görə olacaq mənim sevimli fəslim. A bəndi. Çox sağ olun bu yerə qədər dinlədiyinizə görə minnətdaram. Kanalımıza abunə olub, rəy yazmağı da unutmayaq. Yenə davamlı olaraq digər siniflər üçün də video izahlarımız olacaq. Eləcə də dərs izahlarımız olacaq. Kanalımıza abunə olaq ki, bunlardan xəbərdar olaq. Minnətdaram.